Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərim. Bugün anamın rayondan mənim üçün göndərdiyi narla həyatımda ilk dəfə nar şərabı hazırladım. Əslində hər kəs fərqli üsullardan istifadə edərək hazırlayır, mən isə bu üsuldan istifadə etdim. Deməli, ilk öncə narları dənələyib, qaynaması üçün ocağa yerləşdiririk. Daha sonra soyuması üçün süzgəcə əlavə edib bir neçə dəqiqə gözləyirik. Soyuduqdan sonra isə ya taxta qaşıq vasitəsilə, ya da əlimiz vasitəsilə narların sadəcə tumları qalana qədər süzgəcdən keçirdirik. Alınan nar şərabı qaynaması üçün ocağa yerləşdiririk. Qaynadıqdan sonra isə videodan da göründüyü kimi üzərində belə bir köpüklər əmələ gəlir. Bu köpükləri qaşıqla yığıb atmaq lazımdır. Nar şərab bir qədər qaynadıqdan sonra üzərinə duzu əlavə edib, biraz da qaynadıb artıq ocağın altını söndürmək lazımdır. Nar şərab isti olan zaman duru formada görünə bilər, lakin soyuduqdan sonra isə çox gözəl bir görüntüsü olur. Məndə bu qədər nardan 2 banka nar şərab alındı. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub rəy yazmağı unutmayın. Sağ olun.